Salam hörmətli futbol azərkeşləri, Misli Premyer Liqasının 20-ci turun oyunlarında mübahisəli epizodları təhlili üçün qarşınızdayım. Qarabağın futbolçusu topsuz sahədə rəqibə əli ilə zərbə endirir. Hakim dərhal oyunu saxlayır və onu qırmızı vərəqə ilə cəzalandırır. VAR epizodu yoxlayır və meydandakı təcavüzkar hərəkətə görə qırmızı vərəqə qərarının doğru olduğunu təsdiq edir. İmişlinin futbolçusu cərimə meydançasında rəqib ilə mübarizədən sonra yerdə qalır. Hakim oyunu davam etdirir. VAR epizodu yoxladıqda İmişlinin oyunçusunun yüngül təmasdan istifadə edərək və topa çatmadığını hiss edərək özünü yerə atdığını aşkar edir. Bu səbəbdən VAR meydandakı qərarı dəstəkləyir. Zirənin oyuncusu top istiqamətinə tullanaraq onu başla uzaqlaşdırır və rəqiblə təmas yaranır. Bu təmasdan sonra Karvanyevlaxın futbolçusu yerə yıxılır. Hakim oyunu davam etdirir. VAR epizodu yoxladıqda Zirənin oyuncusunun tullanarkən qollarından təbii şəkildə istifadə etdiyini aşkar edir. Oyunçunun qolu bükülmüş vəziyyətdədir və rəqib istiqamətində deyil. Bu səbəbdən VAR meydandakı qərarı dəstəkləyir. Top Neftçinin cərimə meydanında bu komandanın oyuncusunun əlinə dəyir. Hakim oyunu davam etdirir. VAR əllə oyuna görə mümkün penalti epizodunu izləmək üçün hakimi monitora dəvət edir. Hakim epizodu yoxladıqdan sonra penalti təyin edir. Hakimlər Komitəsinin epizodla bağlı şərhi belədir. Top qısa məsafədən oyunçunun təbii vəziyyətdə olan əlinə dəydiyi üçün oyun davam etdirilməli idi. Yəni doğru qərar davam olmalı idi. Kəpəzin oyuncusu meydanın mərkəzində top uğrunda mübarizə zamanı rəqibin sağlamlığına məhəl qoymayaraq ayağının alt hissəsində olan şiplərlə rəqibin sinəsinə zərbə endirir. Hakim oyunu dayandırır və ciddi qayda pozuntusuna görə futbolçunu qırmızı vərəqə ilə cəzalandırır. VAR hakimin qərarını təsdiqləyir. Araz Naxçıvanın oyuncusu cərimə meydanında rəqibi tutaraq qaydanı pozur. Hakim bu səbəbdən Araz Naxçıvanın qapısına penalti təyin edir. VAR epizodu yoxlayır. Tutma olmadığını təsdiq edir və hakimi monitora dəvət edir. Hakim epizodu monitorda izlədikdən sonra ilkin penalti qərarını ləğv edir. Hakimlər Komitəsinin epizodla bağlı şərhi belədir. Araz Naxçıvanın oyuncusu rəqibin ayağına zərbə endirdiyi üçün bu komandanın qapısına penalti təyin edilməli idi. Araz Naxçıvanın oyuncusu rəqibin cərimə meydanına ötürmə verir və top Sumqayıtın futbolçusunun qeyri-təbii vəziyyətdə əlinə dəyir. Hakim oyunu davam etdirir. VAR əllə oyuna görə mümkün penalti epizodunu yoxlayır və hakimi monitora dəvət edir. Hakim epizodu izlədikdən sonra doğru olaraq Sumqayıtın qapısına penalti təyin edir. Araz Naxçıvanın oyuncusu rəqibi əli ilə tutur
və bu anda Sumqayıtın futbolçusu onun üzünə zərbə endirir. Hakim qayda pozuntusunu qeydə alır və Araz Naxçıvanın oyunçusunu davamlı tutmaya görə sarı vərəqə ilə cəzalandırır. Sumqayıtın oyunçusu cəzasız qalır. VAR Sumqayıtın futbolçusunun təcavüzkar hərəkətə görə mümkün qırmızı vərəqə epizodunu yoxlayır və meydandakı qərarı təsdiqləyir. Hakimlər Komitəsinin epizodla bağlı şərhi belədir. Sumqayıtın oyunçusu əlini silah kimi istifadə edərək rəqibin üzünə zərbə endirir. Belə zərbələr təcavüzkar hərəkət kimi qiymətləndirilir və bu səbəbdən oyunçuya qırmızı vərəqə göstərilməli idi. Sumqayıtın oyunçusu topsuz sahədə rəqibə ayağı ilə zərbə endirir. Hakim qayda pozuntusu qeydə alır və onu qırmızı vərəqə ilə cəzalandırır. VAR meydandakı qərarı dəstəkləyir. Hakim Turantovuzun qapısına penalti təyin edir. VAR epizodu yoxlayır və məlum olur ki, Şamaxının oyunçusu hücumun əvvəlində rəqibə qarşı qayda pozuntusu edir. Bu səbəbdən baş hakim monitora dəvət edilir. Hakim epizodu monitorda izlədikdən sonra doğru olaraq penalti qərarını ləğv edir və Turantovuzun lehinə qayda pozuntusu qeydə alır. Top Sabahın cərmə meydanına ötürülür. İlkin olaraq Sabahın oyunçusuna, sonra isə hücumda olan Qəbələnin futbolçusunun təbii vəziyyətdə olan əlinə dəyir. Qəbələnin oyunçusu dərhal rəqibin qapısına tərəf zərbə endirir. Hücumun davamında qısa zaman kəsiyində top rəqibin qapısına qolla yekunlaşır. Hakim qolu qeydə alır. VAR ilkin olaraq hücum zamanı əllə oyunu yoxlayır və aşkar edir ki, qol dərhal və qısa zaman kəsiyində rəqibin qapısına vurulur. İkinci olaraq Sabahın oyunçusunun əllə oyuna görə mümkün penalti yoxlanılır və aşkar olunur ki, oyunçunun əlləri təbii vəziyyətdədir. Bu səbəbdən penalti təyin edilmir. VAR hücum anında əllə oyuna görə hakimi monitora dəvət edir. Hakim epizodu izlədikdən sonra doğru olaraq qolu qeydə almır. Əvvəlki video sujetlərdə söylədiyimiz kimi, hətta təsadüfən olsa belə top oyunçunun əlinə, qoluna toxunandan dərhal qısa zaman kəsiyindən sonra rəqibin qapısına daxil olarsa, qol o zaman qeydə alınmaz.